deyirəm. Amma gözəl cümlə idi. Taciyə xanım insanın içindəki yaradıcılığını, qabiliyyətini, xanımlığını hər addımda, harada necə yanaşmaq lazımdır, onu sevgi ilə, uğurla, düzgün istiqamətdə hamımızı irəlilədən bir peşəkar, hər tərəfli psixoloqumuzdur. Həm də gözəl insan, gözəl xanım, gözəl ana, gözəl evlad, gözəl həyat yoldaşıdır. Mən buna görə də Taciyə xanıma sonsuz minnətdaram. Taciyə xanım mənim həqiqətən mükafatımdır. Çox sağ olun. Mən özümü təqdim edeyim. Mən xoşbəxt qadın, üzümdə xoşbəxtliyi, sevgisi, zəncirliyi olan, cizgiləri olan xanımam. Daxili, mənəvi, fiziki, bacarığı, qabiliyyəti, yaradıcılığı olan xanımam, insanam, anayam, həyat yoldaşıyam. Biraz müdrikliyim var, biraz şıltaqlığım var, biraz uşaqlığım var. Biraz necə deyim, biraz duyğusallığım var. Bütün bunları mən içində bastırmışdım. Bunları mənim üzə daha da gözəl şəkildə, yaradıcı şəkildə üzə Taciyə xanım çıxartdı. Buna görə də ömrümün axırında mən Taciyə xanıma həmişə minnətdaram. İnşallah həmişə uğurlarımız Taciyə xanımın yerdə axarlı olar. İnşallah. Hər bir şeyə görə, hər bir... Uşaqları demədiniz, evlənmə niyyətiniz. 3 uşağı var, 3 ziyalı övlad böyüyür. Eldar xanımların